Ölkədə uzun illərdir məktəblilər üçün vahid geyim kodeksi formalaşdırılsa da, istər oğlanlarda, istərsə də qızlarda məktəb mühitinə uyğun olmayan, diqqət çəkən, bəzən də etik normalara uyğun olmayan və tədris prosesinə kölgə salan geyimlərə üstünlük verilməsi müşahidə olunur. Bəzi valideynlər və şagirdlər bunu şəxsi azadlıq kimi əsaslandırsalar da, məktəbin mahiyyəti və funksiyası bu yanaşma ilə uzlaşmır. Geyim kodeksinə əməl olunmaması təkcə estetik məsələ deyil, həm də nizam-intizam və psixoloji mühitlə birbaşa əlaqəlidir. Şagirdlər arasında müqayisə, özünü başqalarından geridə qalmış hiss etmə, diqqətin dərsdən yayınması kimi problemlər məhz bu cür halların fonunda yaranır. Bu isə vahid məktəb formasının tətbiqində əsas məqsədlərdən biri olan sosial bərabərlik prinsipinə ziddir. Biz məsələyə baxanda bugün Azərbaycanda da bu qaydalar tətbiq olunur. Yəni hər kəsin fərqli geyimi ola bilər. Amma məktəb məsələsinə gəldikdə isə biz məktəbdə bu məsələləri mütləq şəkildə nəzərə almalıyıq. Yəni məktəbdə vahid məktəbli forması olmalıdır. Bərabərliyin təmin olunması, eyni zamanda sistemli bir formada prosesin getməsi, ayrı-seçkiliyin aradan qaldırılması baxımından bu çox önəmli bir məsələdir. Millət vəkili Günay Ağamalının sözlərinə görə vahid məktəbli formasının tətbiqindən sonra açıq-saçıq geyinmə hallarının qarşısının alınması istiqamətində nəticələr əldə olunsa da, hazırda məktəbə çox qapalı, geyim kodeksinə uyğun olmayan geyimlə gələn şagirdlərin sayı da az deyil. Bəzi hallarda məktəblərdə şagirdlərin geyimində fərqləndirici geyimlərlə rast gəlinir. Bu isə eyni sinifdə təhsil alan şagirdlər arasında sosial fərqlilik hissini gücləndirir, bəzi hallarda isə diqqəti təhsildən yayındıra bilir. Təhsil ekspertləri isə bildirirlər ki, bu istiqamətdə hüquqi və maarifləndirici tədbirlər gücləndirilməli, eyni zamanda müəyyən qanunvericilik və hüquqi normativ aktları hazırlanmalıdır. Biz onu görürük ki, bəli, geyim forması pozulur, müəyyən qədər örtülü geyimlər və yaxud da ki, qısa ətək, bax bunlar rol oynayır. Bunlar necə bizim məktəbə daxil olur? Əvvəla aşağı siniflər yuxarı siniflərdən götürür, yuxarı siniflər sosial şəbəkədən, küçədən götürür və yaxud da özünü hər hansısa bir şəxsə bənzətməyə istəyir. Bu da axırda məktəbdə gətirir müəyyən qədər geyim normasının pozulmasına şərait yaradır. Ekspert onu da qeyd edib ki, məktəblərdə geyimlər qaydalara uyğun, hüquqi çərçivədə tənzimlənməlidir. Nərmin Məmmədhəsənli, Xəzər xəbər.